فإن تقوى الله مفتاح سداد وذخيرة معاد وعتق من كل ملكة ونجات من كل حلكة. Ey Allahın bəndələri, bu ikinci xütbədə də həm özümü və həm sizləri Allah təqvasına dəvət edirəm. Təqvadır ki, bütün bağlı qapıların açarıdır. Fəinnə təqvallah miftahu sədadin. Hər bir bağlı qapının açarı təqvadır. İşin çətinliyə düşüb, işlərin bağlanıb, hər bir şeydən maddi və mənəvi müşküllərin var, təqva riayət elə. Və mən yettəqillah yec'al lehu məxrəcə. Qapıların açarı təqvadır. Və zəxirətu maadin. Və axirətin, maadın zəxirəsi, azuqəsi təqvadır. Və itqu min kulli mələkətin. Və hər bir pislik, rəzillikdən və quldarlıqdan insana azad edən təqvadır. Və nəcatu min kulli hələkə. Və hər bir həlakətdən, uçurumdan, insanın həlak olmasından insanın nicat verən təqvadır. İnşallah təqvalı olağın, Allah təqvasını riayət edin inşallah. Bir neçə münasibətə qısa bir şəkildə işarə eləmək istəyirəm. Birinci münasibət, bu üzümüzə gələn həftədə Hz. Peyğəmbər salavatullahın əziz nəvəsi Hz. Zeynəb salamullah aleyhanın mübarək mövlud günü gəlir qabaqdan. Təbrik ərz edirik bütün əhl-i beyt sevərlərə, o cümlədən sizin xidmətinizə bu gözəl günü Hz. Zeynəb salamullah aleyha İnşallah axşam da elə bilirəm burada məclis o adla təşkil olunubdur, söhbətlər olacaq, istifadə eləyəsiniz inşallah. Xülasə olaraq mən qeyd eləmək istəyirəm ki, Həzrət elə bir xanımdır ki, adın Hz. Peyğəmbər salavatullah qoyubdur. Və Kərbəla hadisəsi ilə tarixdə yaşanır. Ummul Məsaib Hz. Zeynəb salamullah aleyhadır. Müsibətlər anası. Uşaqlığından ta dünyadan gedənə qədər çoxlu müsibətlər görüb və Kərbəla hadisəsində 3 böyük vəzifəsi var idi. Birinci, o hadisədən qalanlar əsirlər karvanına başçılıq edib, onlara böylə eləmək, onları qorumaq, onları aparıb sağ-salamat məqsədə çatdırmaq. İkinci Həzrətin vəzifəsi İmam Zeynulabidin əleyhissalamı qorumaq, ondan himayət eləmək və onu bütün o zərər və ziyanlardan hifz eləmək və üçüncü böyük vəzifəsi Aşura hadisəsinin, Kərbəlanı iblağ eləmək və dünyaya tanıtdırmaq. Ki, Həzrət o cür ki, tarixdə yazırlar, layiqincə bu üç vəzifənin öhdəsindən gəlibdir. İnşallah axşam da məclis olacaq və əziz qardaşlar söhbət eləyəcək, istifadə eləyəsiniz inşallah. İkinci münasibət ki, gələn günlərdə qabağımızdadır. Hz. Peyğəmbər salavatullahın əziz qızı Havraul İnsiyyə, insan cildində olan insanların hurisi Hz. Zəhra salamullah aleyhanın şəhadət günləri gəlir qabaqdan. Təsliyyət ərz edirik bu münasibətdən bütün sizlərə, əhl-i beyt sevərlərə. O Həzrəti iki Peyğəmbər salavatullahın tək yadigarı idi ondan sonra və Peyğəmbər salavatullahın nəsli onun vasitəsilə bu günə kimi gəlib çatıb. İnna a'taynəkəl kəvsər. Və tarixdə o cür ki yazırlar, yerişi, danışığı, hər bir şeyi Peyğəmbər kimi idi. Yol yeriyəndə Peyğəmbər salavatullah kimi yol yeriyərdi. Danışanda Hz. Peyğəmbər salavatullah kimi danışardı. Xütbə-i fədəkiyyəsi məşhurdur, tarixdə qalıb inşallah oxuyağın, görəyin, mütaliə eləyin. Gedirlər, Həzrət xütbə eləyəndə elə bilirdilər ki, Peyğəmbər salavatullah danışır.
onun səsi ilə, onun ləhni ilə, onun tonu ilə söhbət edirdi. Üçüncü münasibət ki, işarə eləmək istəyirəm, bu günlərin hadisələridir. Bu günləri dünyada, Fələstində, Qəzzədə baş verən hadisələrdir. Düzdür, zahiri atəşbəs sülh imzalanıb, amma yenə biz orada olan cinayətlər və orada olan zülm və cəfaların şahidi və bunları bütün insanlar görür. Bütün bu şeylər insanların gözü qabağında baş verir və tarix bu şeyləri yazıb səbt edir. Bunlar yaddan çıxan məsələlər deyil ki, bir neçə həftə bundan qabaq Fələstində İmam Cümə tarixi bir çıxış edir. Nə bilim, bir dəqiqədə olmayan cümə xütbəsi. Amma təsirli. Xütbəsi nədir? Xütbəsi budur. Bismillahirrahmanirrahim. Ey Allahın bəndələri, mən acam, o qədər acam ki, danışmağa halım yoxdur. Və siz də acsız. O qədər acsızı görürəm oturmağa və qulaq asmağa sizdə hal yoxdur. Buna görə də mən elə bununla sözümü bitirirəm. Vəssalamu aleykum və rəhmətullah. Bu tarixi xütbə tarixə yazılır. İnsanlar o qədər zülm və aclıq içərisindədir ki, danışmağa və qulaq asmağa belə güc qüvvələri yoxdur. Tarixin yadından çıxmaz. Və bu günləri də zahiri sülh müqaviləsindən sonra yenə də görürük ki, nə qədər zülm davam edir. O cür ki, yazırlar, deyirlər, bu günə qədər 7.000-ə qədər təqribən maşın, azuqə, dava dərman və ilaxır daxil olmalı idi oktyabrın axırına qədər Qəzzəyə, amma bu günləri 1000-ə yaxın, heç 1000 dənə də maşın buraxmayıblar Qəzzəyə. Və zahiri sülhdən sonra nə qədər bombardıman ediblər Qəzzəni. Nə qədər insanlar bu sülh müqaviləsindən sonra şəhadətə yetişibdir. Bu həmən cinayətkar rejimin o qaniçənliyin dünyaya göstərir. Necə deyir o, əqrəbin xasiyyəti sancmaqdır, bunların da xasiyyəti qaniçməkdir. Bunlar insanlara zülm eləməkdən doymur. İnsanları qətlə yetirmək, onları istismar eləmək, işğal eləmək, hər bir şeyin əlindən almaq, rəzil eləmək, hətta öldürmək, uşaq, körpə, qoca, cavan, qadın, kişi, hər kəsə zülm eləməkdən bunlar doymur. Bunlar Qur'an-ı Kərimdir, bunlar əhd-i peyman sındırandılar. Həzrəti Peyğəmbər sallallahu vaxtında da belə idi. Ondan qabaq ayələr var, ta vaxtımız yoxdur deyən oxumaq istəmirəm. Allah-u Teala'la nə qədər əhd-i peyman bağlayıb sındırırlar. Həzrəti Peyğəmbər sallallahu əhd-i peyman bağlayıb sındırırdılar. Qur'an-ı Kərimdə Allah-u Teala buyurur: "Ellezina ahadta minhum thumma yanquduna ahdahum fi kulli marratin." Bu Bəni İsrail, ya Resulallah, o şəxslərdir ki, onlardır ki, səndən əhd-i peyman bağlayıblar və hər bir dəfədə, kulli mərrə, hər dəfə əhd-i peyman bağlayanda o əhd-i peymanların sındırıblar və hum la yettəqun, onların qəlbində Allah qorxusu yoxdur. Onlar Allahdan qorxmazlar. Amma Allah gec-tez onları öz əməllərinin cəzasına çatdıracaq inşallah. Bu günləri də belədir. Əhd-i peyman bağlayıb, sülh müqaviləsi bağlayırlar, amma bu tərəfdən bombardıman edir, bu tərəfdən cəmaatı qırır, bu tərəfdən cəmaatı öldürür. Nazirləri durub deyir ki, ta əsirləri ki azad elədi, ta nə əhd-i peyman? Ta Qəzzədə hər kəs var, hamısını qırğına verəyin, qətlə am eləyəyin Qəzzə cəmaatı. Nazirlərindən biridir. Ta əsirləri istirdiyi azad eləyə, ta azad elədi. Və onların böyüyü olan, böyük şeytan da bu cürədir. Dünyada onların nə sözünə, nə əhd-i peymanına, heç bir şeyinə inanmaq olmaz. Qur'an-ı Kərim, Allah bunu tarixdən bizə deyir ki, ibrət götürək. Bu günləri biz görürük, hətta ora yox, hər bir yerdə zülm eləmək istəyirlər. Məsələn, bu günləri bu işğalçı rejim Qəzzəni bombardıman edir, Suriyaya hücum edir, Livanda terror edir, başqa ölkələrə hücum edir və ilaxır və ilaxır. Yəni, dünyanı qana çəkməkdən bunlar doymurlar.
Amerika prezidenti oturub dünyanın o başında sanksiya qoyur. Müxtəlif ölkələrə, bu 1-2 gün bundan qabaqda elə bilirəm Rusiyaya da sanksiya qoydular. Deyir ki, mən Rusiya ilə danışıqları saxladım və görürəm ki, münasib vaxtdır ki, onlara sanksiya qoyaq. Və İngilis də ona dəstək verir və sanksiyaları artırırlar. Rəhbər-i Müəzzəm qəşəng bir söz dedi. Bir neçə gün bundan qabaq. Dedi, sən bu dünyanın nəyisən, kimisən axı, oturubsan elə, hər yerə ağalıq sən eləməksən. Birinə deyirsən elə, birinə deyirsən eləmə, bir yerə təhrim qoyursan, birinə sanksiya qoyursan. Belə güc-qüvvə sahibisən. Amerikanın bütün ştatlarında o cür ki, deyirlər, 7 milyon insan sənin əleyhivə etiraz aksiyalarına qalxıb. Bunları razı elə, bunları sakitləşdir. Sən dünyaya ağalıq iddiası edirsən, amma özün, öz ölkəndə əmin-amançılıq, rahatçılıq yarada bilmirsən. Allah-u Teala'dan istəyirik, tezlik izən bunların zülmün rişəkən eləsin inşallah. Allah-u Teala'dan istəyirik, tez bir zamanda bizim hazırlığımızla İmam-ı Zamanımızın zuhurunu təcil eləsin inşallah. Allah-u Teala bizə ləyaqət versin, axıra qədər haqq tərəfdarı, ədalət tərəfdarı olub, zalimdən etiraz edib, məzlumun yanında olanlardan ola bilək inşallah. Pərverdigar-ı Teala bütün müminlərin xəstələrinə şəfa versin inşallah. Bütün dünyadan məzlumları nicat versin, məxsusən bu günləri Qəzza torpağında məzlum olan insanlara bu günlərin hörmətinə tezlik izən nicat versin inşallah. Allah-u Teala bütün mümin və müminələrin günahlarını bağışlasın. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim.